Təbii ki, mən yenə də hər zaman olduğu kimi ailələrin boşanmasını yox, onların hər zaman nə çətinlik olur olsun bir ailə psixoloqu olaraq bacardığım qədər son nöqtəyə qədər çalışıram ki, ailələrimiz birgə olsunlar, yəni dağılmasın ailələrimiz, xoşbəxt olsunlar, xüsusilə gənc bir ailə yuva qurulur, mütləq onların psixoloji dəstəyə ehtiyacı var və mən orada da bildirdim ki, sən cütlük şəklində siz gəlməlisiniz, yoldaşınla da görüşməyə lazımdır ki, ola bilər ki, bu çətin adaptasiya dönəmi deyək də, biraz cütlük terapiyası. Təbii ki, indi onu mən izah elədim ki, deyir yoldaşımdan da dəstək görmürəm, ondan da incikliyəm. Mən orada da müdaxilə etdim ki, yəni yoldaşın 3-4 dəfə evli deyil ki, o da ilk təcrübəsidir, sənin də ilk təcrübəndir də. O da ola bilər ki, bilməməzlikdən necə edim, nə cür müdaxilə edim, necə qaydaya salım ki, anam da inciməsin, yoldaşım da inciməsin, təcrübəsizlikdən irəli gələrək bu səhvləri eləyə bilər. Bu demək deyil ki, yoldaşım pis birisidir, ümumiyyətlə boşanmalıyam. Maksimum dərəcədə çalışıram ki, həqiqətən o problem həll olunsun. Əlbəttə, belə problemlər də həll oluna bilər.